hörmətli tamaşaçılar, siz Pəmbə TV-yə baxırsınız. Bildiyiniz kimi bugün ölkəmizdə Xıdır Nəbi bayramı qeyd olunur. Bu münasibətlə biz bir neçə ailəyə qonaq getdik ki, görək Xıdır Nəbi bayramını bu ailədə necə qeyd edilir. Salam Məhərrəm müəllim, hoş gördük. Bugün sizin qonağınızıq. Əlamətlər bir gündə. Hesablamalara görə bu günləri hər il Xıdır Nəbi gecəsi kimi qeyd olunur. Xıdır Nəbi bayramı kimi qeyd olunur. Kütləvi deyil. Ancaq ailə çərçivəsində qeyd olunur. Əsasən rituallar var, onlara əməl olunur. Doğrudurmu? Necə qeyd olunmalıdır əslində? Xıdır Nəbi bayramı əslində milli bayramdır. Türk İslam dünyasının bayramıdır Xıdır Nəbi. Bütün Orta Asiyadan belə Türkiyə, İraq, bu bölgələrdə, Moldovada, bu ərazilərdə bu bayram qeyd olunur. Harada? Moldovada? Moldovada, orada yaşayan türklər də onları qeyd edirlər, qaqazlar var. Başa düşdüm. Bu bayram elə bil ki, bahar bayramına keçid ərəfəsidir. Adətən Novruza 40 gün qalmış, kiçik çillərin ortasında bu bayramı qeyd eləməyə başlayırlar. Müxtəlif xalqlarda bunu müxtəlif aylarda da qeyd edirlər Xıdır Nəbi bayramını. Əslində bu bayramın kökündə bir mif durur. Xıdır Peyğəmbər, Xızır Peyğəmbər bu adla gedir. Bunlar üç qardaş Xıdır, Nəbi, Elləs, İlyas. Bunların Xıdırla İlyasın görüşü mənasını ifadə edir bu bayram. Ona görə bu bayramı qeyd edirlər. Görüşü demişkən, nə görüşüdür o? Bunlar ayrı düşürlər bu qardaşlar bir-birindən. Sonra bunların görüşməyi, bir-birinə qovuşması münasibətindən. Xızır Peyğəmbər həm də bir insanlara yardım eləyən bir insan kimi təsvir olunur. O, bəzi rəvayətlərdə İskəndər Zülqərneyni yəqin ki, eşitmiş olarsınız. Zülmətə gedirlər, orada dirilik suyunu Xızır içir, ölməz deyə qovuşur, amma İskəndər içə bilmir. Ondan sonra bu bütün rəvayətlərdə, dastanlarımızda da, məsələ Aşıq Qərib dastanında çox Hələbdən Qəribi atın tərkən alır, uzun müddətli yolu bir göz qırpında gətirib tiflisə çıxardır. İnsanlara yardım eləyən bir adam, Peyğəmbər kimi təsvir olunur Xızır. Bu bayram bizim Pəmbək mahalında, bu bölgələrdə də kəndlər arasında müxtəlif vaxtlarda qeyd edirdilər. Əslində, kiçik çillərin ortasından hesablanır bu bayram. Haradasa bir həftə çəkir belə. Ayın 10-undan kiçik çillərin ortası ayın 10-udur. Ondan sonra... Dəqiq gün deyil də, yəni. Yox, dəqiq gün... Ehtimal olunan, kiçik çillər. Ondan sonra havalar sınmağa başlayır. Kiçik çillərin ortasına görürsən, bu gün hava nə gözəldir. Dünən onu kimi. Yavaş-yavaş havalar isinməyə başlayır. Bu təbiətin canlanmasına doğru gedən bir adət ənənədir. Xızır Nəbi bayramında adətən qovurğa qovurardılar. Nəyə görə? Xıdır Nəbinin qovurğasının buğdasını əvvəlcədən ayırıb qoyardılar. Bütün evlərdə olardı bu. Bu adət ənənə. İndi çox təəssüflər olsun ki, bunlar yavaş-yavaş silinməyə başlayır. Hamı şənlik eləyirdi, hamı qovurğa qovururdu. Ondan qovut düzəldərdilər. Qolgödəyin dərmanında növbənin əlindən yeri yox olur. Uzun növbələr düzülərdi ki, qovurğasını qovursunlar. Sonra bayram günü xaşıl pişirərdilər. Bölgələr üzrə o xaşılı müxtəlif ədviyalarla, balla, belə sarımsaqlı qurutla pişirib yeyərdilər. Axşamdan
hər adamın evdə ailə üzvlərinin adına, yaxınların, uzaqda olan yaxın adamlarını anmaq şərti ilə onların adına çıtdöyük çöpü deyirdilər. Xatırlayırsansa, ona elmi dildə kasını deyirlər. Kasını, göy çiçək deyirlər. Onun pambığı dolayardılar başına, təmiz yağa bir qız uşağından, cavan qız uşağından onu götürüb batırardılar yağın içinə, yandırardılar. Axşamdan qoyardılar təmiz bir yerə ki, Xızır Peyğəmbər gəlib, oradan onların evində də qonaq olacaqdı, bərəkət gətirəcək o evə də. Səhər tezdən baxardın ki, o pambıqla bərabər yanıbdı o çöp, düşüb qadın üstündən, qovudun üstündən izləri qalıb. Hamı deyir ki, bax bu Xızırın izidir, bax bu atının izidir, bu atının ayağının izidir. Amma inançdır, insanların inancıdır. Amma bir şey də var ki, o çıtdöyük çöpü dediyimiz o kasını, belə bitki deyil. Onun özündə də bir ölümlülük, bir dirilik var. O gülə əgər fikir veribsinizsə, səhər tezdən açır, gürültüyə doğru o gül pükülür. Görünmür. Burada ölüb dirilmək, torpağın ölüb dirilməyi var. Təbiətin. Və mahiyyətcə bir-birindən bağlıdır. Sonra xaşıl pişirərdilər, səhər tezdən ərgən qızlar xaşıldan yeməzdilər. Onlar götürüb bir hündür bir yerə qoyardılar ki, görəsən onu ya qarğamı, ya sağsağanmı, hansı qapıya götürüb aparsa, əhd edirlər. O da o qapıya gəlin köçəcəkmiş. Bizim, Məryəm müəllim, bizim bölgələrdə siz deyən kimi idi, Pənbəy mahalında, Lori mahalında, belə deyək. Amma Qərbi Azərbaycanın bir sıra bölgələrində heç bilmirlər xəşil nədir. Amma o günü qeyd edirlər. Bu xəşil pişirmək və yaxud yəni həmən gündə, həmən bayramda xəşil pişirmək o rituallardan əsas biridirmi, yoxsa onu özümüz şeyləmişik ki, yəni bizdə xəşil olsun həmən günə? Yox, o elə bil ki, bax, Novruz bayramının özünün qidaları var. Da şəkər buradır, paxlavadır, bunların rəmizləridir. Bu da Xıdır Nəvinin elə bil ki, rəmizidir. Xəşil, bu xəşil xörəyi onun rəmizidir. Xəşili yarmadan da pişirə bilərlər, bundan da pişirə bilərlər, başqa şeylərdən də pişirə bilərlər. Amma bu Xıdır Nəvi bayramının rəmzidir elə bil ki. Səməni necə Novruz bayramının rəmzi olan üçün bu xəşil də Xıdır Nəvi bayramının rəmzidir. Yəni dediyim kimi o bölgələrdə heç xəşilin nə olduğunu bilmirlər, amma həmən günü qeyd edirlər. Deməli ki, hardasa doğru deyil də bu, yəni o qaydadan, o şey həmən bayramın qaydasından çıxırlar hardasa. Bilirsən, bunlar mifdir. Üstə gəl bir şey soruşum, üzr istəyirəm. Üstə gəl bir şey soruşum. Bu ehsan kimidir? Yəni həmən yoxsa? Yox, burada hər evdə özündə, məsələn, Qurban bayramında belə götürək qonşulara paylayırlar. Amma burada hər ailədə, necə ki, Novruz bayramında hər ailədə nə kasıb adam da olsa, öz büdcəsinə uyğun bayramı şən keçirməyə çalışıb. Bu Xıdır Nəvi bayramında da eyni ilə. Məlumdur ki, siz Pənbəy mahalı Arçut kəndindən. Bizim kənddə o nə cür qeyd edirdilər? İndi bayaqları ifadə elədiniz. Bu Novruz bayramına aid olan bəzi şeylər var ki, onu da daxil edirlər bu bayram üçün ki, demək, çaydan atlanmaq, nə bilim, duzlu kökə pişirmək, nə bilim... Kömbə, duzlu kömbə. Duzlu kömbə pişirib, həmən günə mi aiddir bu? Yoxsa Novruzu, mən bildiyim qədər Novruz bayramına aid olan... Onu Xıdır Nəvida da eləyirlər. Bu Novruz bayramında da eləyirlər. Bu bir-birinə yaxın məsafədə olan bayramlar olduğuna görə onların atributları da bəzən bir-birinə qarışdırılır. Orada heç bir günah yoxdur bayram. Şübhəsiz, hər zaman eləmək olar. Tuzlu kökəni hər zaman pişirmək. Amma bir şey də nəzərinizə çatdırım ki, bu Azərbaycanın bölgələrində də müxtəlif vaxtlarda eləyirlər. Məsələn, Naxçıvanda ay fərqi var, görürsən, ayın 9-undan 10-una keçən gecə onu eləyirlər.
bizdə deyək 16-sında eləyirlər kənddə xatırlayırsa, 12-sindən, 13-ündən getdikcə o Novruza yaxınlaşma dövrü, havaların istiləşməyə doğru gedən bir dövrüdür də. Dua eləmək tövsiyə olunur ki, həmən günü həmin o Evə, ailəyə, ocağa sağlamlıq, bol bərəkət, ruzi bərəkət getirsin. O ədəbiyyat şünaslar, bölgələrdə olsunlar, o yaşlı adamlardan bunları maraqlansınlar, adət ənəmiz itib batmasın. Televiziya kanallarında bir onlar haqqında bir çəkilişlər eləsinlər. Milli bayramdır da bu. Folklor İnstitutunun birbaşa kompetensiyasına aiddir da yəni. Aydındır ki, təkcə Folklor İnstitutu deyil bu. Burada Mədəniyyət Nazirliyində burada Mədəniyyət Nazirliyi. əsas olardı. Nə iş görürlər oraya? Heç nə iş görmürlər indiyə qədər. Sağ ol Məhrəm müəllim. Bizim üzərimizə düşən biz yerinə yetirək. Geridə qalan onların insafına. Təşəkkürlər. Allah köməyiniz olsun. Çox sağ olun. Bugün Allah razı olsun. münasibəti ilə də sizi, ailəni təbrik edirəm. Sağ ol. Salam hörmətli tamaşaçılar. Bildiyiniz kimi bugün Xıdır Nəbi gecəsidir. Ona görə də biz Pəmbə Malı Artut kənd Ağbirçəyi Münəvvər xanımın evinə qonaq gəldik. Və istəyirdik ki, o Xıdır Nəbi gecəsi, Xıdır Nəbi bayramı nə cür keçirilir? Xıdır Nəbi gecəsini, Xıdır Nəbi bayramını nə cür qeyd edirdiniz? Nə cür qeyd edirdik? Biz Xıdır Nəbi babamın eşqinə həmişə belə mən Arçut kəndində də bir dənə də özümü biləndən boşa keçirməmişəm. Hər il onun adına almışam, azukasını pişirmişəm, istəyən dostlarıma hamısına paylamışam. Allah min verdiyimi o sanata keçirsin. Amin Allah. Vallah billah, qarnın yağını qorduq. Oğlumun, bax onun canı ki, o məhlərin inəyi olmayanlara yağ paylayırdım, qurut paylayırdı pürzə. Allah rəhmət eləsin o arvada. Elə bizə qalanı olubdu. Həmişə mən onu yad edirəm ki, Allah rəhmət eləsin. Ən xeyri işi o arvad görürmüş. Qazanan da sağ olun. Allah rəhmət eləsin Yaquba da. Axırı ki, indi bu gün də bunu, vallahi ürəyim elə şadlandı, elə sevindim ki, Xıdır Nəbi babam gəlir, uruzqu bərəkət gəlir, elimizin günümüzün üstünə. Ona görə mən onun adına almışam, onun azukasını pişirmişəm, bax bu çırasını yandırıram indi, çırasını yandıracam, sizə şərri olsun, hamımıza əmin-əmanlıq olsun, uruzqu bərəkət gəlsin elimizin üstünə. Amin Allah. Nə cür keçirirdiniz? Əvvəla nə edirdiniz? Qoyruğu üdəndən sonra kömbə pişirirdik, tuzlu kömbə. Subaylarımız yerdi, baş altına yarısını da qoyurdu ki, görək bizi cavanlar ya oğlan ya qız, baxtımıza Allah Xıdır Nəbi baba açır mı? Görək kimə qismət olacaq biz. Mən bildiyim qədər onu Novruz bayramında eləyir. Yox, Xıdır Nəbi deyil o. O Novruz bayramında üzük salma ayrıdır. Bunda Xıdır Nəbidə tuzlu kömbə ayrıdır. Bunda tuzlu kömbə yeyilirdi. Novruz bayramında üzük salırıq paydanın içinə. Onda ayrı cür onu zad elirdik. Bu kişininki də ayrı cürdür. Qalağın başına belə qoyurduq ki, qarğa gəlsin, aparsın. Görək bu izi hansı kimin evinin başında yesə, o evə mən gəlin gedəcəm. Heç sınanmısınız o kömbəni yeyib yatan şey olub mu? Subaylar yeyirdi onu. Bildim. Deyirəm o yeyib yatandan sonra deyirsən ki, ərə getmək, kimisə arvad almaq, evlənmək, kimlə evlənəcək. O şahidi olmuşsunuzmu? Elə bir fakt həqiq olubmu? olurdu. Vicdan haqqı olurdu. Bax, Allah'ın adı haqqı. Hamı sevinirdi ki, bir il mənim baxtıma Qarazad Xıdır Nəbi baba açdı. Bir il mənə toy olacaq. Həqiqət elə olurdu. Olurdu, çox.
Bu öz yerində. Sonra nə kimi rituallar əməl olunurdu? Qovut düzəlirdi, sonra bildiyim qədər... Qoydu düzəldirdik, xaşıl çalırdıq, özdə nəhrə yağından, yoxsa o tükən yağından yox, nəhrə yağından, yaxşı belə onu qonşulara, olmayanlara pay verirdik, qonaq çağırırdıq, qonaqlıq eləyirdik ki, gəl Xıdır Növü babamın azuqasından gəldi, qonaqlığımızı sən də bir Bismillah elə dər, bir qismat ağzına al. Bax, beləli eləyirdik. Çox. Orada mən güzgü görürəm, bir də qayçı. O nədir? O güzgünü deyirlər, mən rəhmətlik, mənim Nəsib babam deyirdi ki, güzgü qon, gələndə kişi atını düldülü, atının adını oraya atıb ağlayır deyirdi ağaca, düldülü də yanında, qamçısını da ağaçdan deyirdi, asırdı, o güzgülənir deyirdi, bığının qabağını alır. Ondan sonra da sudan da içer, Allah evə də xeyir duasını verir, atından da çıxır gedir. Rəhmətlik kişi deyirdi, həqqı da o kişinin bir əmsidirmi bilmirəm, qardaşıdırmı, yalan olmasın. Bu saat Qazaxda onun kümbəzi var. Atın üstündə o kişi qayb olub, yoxdur. Eşitdinmi? Həmin bunların əsl nəslində bax bir belə işdə olubdu. Qonaq otağına qoyurlar ki? Qonaq otağında təmiz and salavat deyirdıq. Stolun üstünü zadı yürürdük, salavat deyirdıq. Qabı qaşığı hamısını ki oraya olmaya bilməyə içki içilən yerə zat qoymazdıq biz tarixdə heç bir vaxt. İndi də elə baxın dedin özündə bunu gümüşəm, salavatlamışam. Şarjımız da onu kimi təmiz. Onu da qoymuşam ocağın üstünə başlamışam. Onu hazır eləmişəm. Onu da bax belə ütmüşəm evimdə. Və o zaman dəyirmənə aparırdıq çörəklə. Demək, hamı el, obad, nə boyda qarırdıq. Qolgödəhlinin dəyirmanına. Hə, orada Qolgödəhlinin dəyirməni var idi. Allah Cəlil kişi Allah rəhmət eləsin, Selixman kişi Allah rəhmət eləsin. Onlar elə o dəyirməni onlar işlədirdi həmişə. Elə orada çörəklə otururduq, üydürdük, gətirirdik. Hamı gözlürdük ki, böyəcə niyyət gecəsidir, kömbə pişsin. Kömbə pişirdi, hamı kömbü də yeyən də yeyirdi, yaxsını da başatda qordu, arzusuna da çatan olurdu. Həqqı da öyle, onun özü görəcəkdi ha, bax valla. Mən bu Xıdır Nəbi gecəsini çox sevirdim. Çox sevirdim. Mənim özüm xəşil xoşlayıram. Həmən günü anam xəşil pişirirdi. Biz də bax bu saat sağ xəşil hazır eləyim verim. Yox. Balla da veririk. Biz balla da yeyirik. Doşabla da yeyən var. Əmə qurutla da, yağla balı ayrı. Siz onu xəşili qoğutdan eləyirsiniz də? Qoğutdan eləyirəm mən onu. Bizdə yarmadan eləyirdi, amma qoğudu biz elə belə... Mən yarmanı pişirirəm, xub baram, xub. Qap yumuşaq. Ondan sonra qoyutdan da çalıram. Ondan sonra da başlayıram boşqaflarda kim nədər. Qoğut ona elə bil tutuşmasın deyə o şey kimi, un kimi istifadə olunur. Nə bilim, Ayşədə. Xülasə, şükür Allaha ki, növbəti bir bu gecəni, şükür Allah'ın bu gününə mən neçə nəfəsim ağzımda var, yaşayıram. Mən bütün bayramların hamısında bax belə şənləndirirəm. Ona görə ki, mən ocağımı boş keçirmirəm. Verdiyinə min şükür olsun. Hər bir şey mənə bəxş edən Allahımdır. Bu yolu da qoyan Allahımdır. Bunu nə bəndə eləməyib, nə də bu Allahdan qalan bir əmin-əmanlıqdır. Bilmirəm, bunun Xıdır Nəbi baba hariyasa da gəzməyə gedib. Belə uzaq səhralara. Gedəndə orada azuqəsini tutub basırıb torpağa. Ki sərin dursun, su qızmasın, çörək qurumasın, torpaq sərin sağlasın orada. Hərrənib gəzib gəliblər, qoşununla gəlibdir, azuqa yoxdur. Domuza murdar deyirlər ha. O domuz gəlib onu eşib, tuluğu cırıb, suyu dağıdıb, çörəyi də yiyib. Bunlar ac qalıb. Bir dənə buğdanı 40 gün
bir buğdanı 40 gün o adam onu yalayıb, onunla qidalanıb, o ay başa vurub, qayıdıb öz məkanına gəlibdi. Xıdır Nəbi babanın, bax bu qoydu, bu azqanı ona görə qayrırıq biz. Eşitdinmi? Bax ona görə. Bax ona görə bu azqanı düzəldirik, onun azqasıdır. O bir buğdanın ki 40 gün onu yalayıb, yeməyib, ha. Eləcə yalayıb, tamsınıb ki, qut olsun mədəsində, ac qalmasın. Ona görə də bax, bütün dünya bilən bilir. Bilənlər burada da var. Eləyənlər var. Özümüzünkilərdən eləyən var. Amma çox adam eləmir, nahaq eləmir. Ona görə ki, bu Allahın qoyduğu yoldur, keçməliyik. Bu yolu biz görməliyik. Bir çıramı qoy yandırayım. Ha, indi yandıracaqsan. Pambıqdır, pambığın üstünü yağdır, eləmi? Yağdır, nəhrə yağıdır. Nəhrə yağı. Mən pambığı təmiz, nəhrə yağı da İşığı söndürür. nəhrə yəni rayondan gətiribdi. Gəlin əmisi Əlini yandırır. görmürəm Allah'ın siyəni. Bəli, elimin günümün üstünə əmin amanlıq, ruzqu, bərəkət, xatabala, hamınızdan uzaq olsun, elimdən günümdən uzaq olsun. Allahın bu gündən min şükür gəlib bu yaşa da mən çatmışam. Heç bunu mən ağzımla nəfəsim çıxan atana, bütün əziz günlərin hamısının adını yad eləyirəm mən, həmişə. Bütün elimin bayramını, hamının Xıdır Nəbi bayramını təbrik eləyirəm. Hamının evinə şərri gəlsin, əmin amanlıq olsun, ruzqu bərəkət olsun. Xatabala hamınızdan uzaq olsun. İlahamin. Salam, hər vaxtınız xeyir olsun, əziz Artusteli, qardaşlar, bacılar, analar. Bildiyiniz kimi bu günləri biz Xıdır Nəbi bayramını qeyd edirik. Xıdır Nəbi yazın ilk müjdəsidir, ilk bayramıdır demək olar ki. Çox qədimdən bizim eldə, obada bu bayramı qeyd edirdilər. Yadımızda da hələ biz görürdük ki, analarımız, nənələrimiz bu bayramı çox arzulayırdılar və gözləyirdilər ki, Xıdır Nəbi gələcək, Xıdır Nəbiyə böyük hazırlıqlar görürdülər, qovurğa qoyurdular. Qovud çalırdılar, hazırlayırdılar və ondan xəşil çalırdılar. Bizlər də o təmdən dadırdıq. Həqiqətən də çox ləzzət eləyirdi. Gedirdik, çütlük yığırdıq və gətirirdik. Gecə onu çıra kimi düzəldirdilər və yandırırdılar. Bu da elə bil ki, bir ənənə almışdı və bolluq, bərəkət, ruzi deməkdir. Elə bil ki, ona görə də biz də bu bayramı çox möhtəşəm keçirirdik kənddə olarkən. Elə buraya da gələndən sonra yenə də həmin ənənə davam olaraq burada da qeyd olunur, burada da keçirir. Mən də bu bayram münasibəti ilə bütün elimizi, obamızı, bütün Arçut kəndini, o cümlədən bizə yaxın olan elə Qərbi Azərbaycanda da qeyd edən qonşu kəndlərimizi, bütün Böyük Qarakilsə icmasını, Haydarlını, Hallavarı, Qarakilsəni, Kilsə kəndini, Molla Qışlağı, Gözəldərəni, Böyük Qarakilsə, yəni Kiravakan dediyimiz Böyük Qarakilsə şəhərində yaşayan türkləri, Azərbaycanlıları, Almalını, o cümlədən bizə yaxın olan Hamamlı icmasından Saralı, Qursalını, Qızılörəni və o cümlədən bütün orada olan türk xalqlarının, Azərbaycanlıların hamısının gözəl bayram münasibəti ilə təbrik edirəm. Hamısına uzun ömür, can sağlığı arzulayıram. Bolluq, bərəkət, ruzi arzulayıram. Allah elimizdən, obamızdan bu gözəl bayramları əskik eləməsin. Həmişə bayramlar keçirsinlər. Həmişə belə xoş günləri o qədər olsun ki, başları xoş günlərə qarışsın, heç pis günlər görünməsin. Əzizlərim, yenə də bayramınız mübarək olsun. Bunu bizdən sonra gələn nəsillərə də ötürmək lazımdır ki, bu bayram unudulmasın. Bu bayram yenə necə ki biz elimizdə, obamızda, kəndimizdə keçirmiş, eləncə də
Bunlar da bizdən sonra davam eləsinlər və bu bayramı qeyd eləsinlər. İnşallah gün olsun ki, gedək öz kəndimizdə, orada da yenə çıtıq yığaq, həmin çıranı yandıraq. Bizim orada qoyub gəldiyimiz babalarımızın, nənələrimizin, ulularımızın da ruhu şad olar və biz də bir vətəndaş kimi, bir Artuslu kimi öz borcumuzu yerinə yetirərik. Yenə də bir daha deyirəm, Xıdır Nəbi bayramımız mübarək olsun. Salam dəyərli izləyicilər, bu günləri ölkəmizdə Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bayramı bizim qədim adət-ənənələrimizdən biridir, folklorumuzdur. Və qışdan sonra yazın gəlişini xəbər verən bir bayramdır. Bolluq, bərəkətli, torpağın oyanışından xəbər verən bir bayramdır. Və bu bayram münasibətilə hər birinizi təbrik edirəm. Sizlərə uzun ömür, can sağlığı arzulayıram. Və arzu edirəm ki, Arsud kəndimizdə də bu bayramımızı qeyd edək. İnşallah Allah onu da bizə nəsib eləyər, onu da görərik. Və arzu edirəm ki, bu bayram, bu adət-ənənələrimiz necə ki, qorunub bugünkü günə kimi gəlib çıxıbdırsa və arzu edirəm ki, gənclərimiz bu adət-ənənələrimizi qoruyub, saxlayıb və gələcək nəsilə ötürməyi arzu edirəm. Bayramımız mübarək olsun, əziz ellərim, əziz xalqım, əziz həmvətənlərim. Bayramımız mübarək olsun. Sağ olun, diqqətinizə görə. Minnətdarıq. Axşamınız xeyir olsun, gözəl kəndinin sakinləri, balalarımız, gözəl oğlanlarımız, gözəl qızlarımız, gözəl xanımlarımız. Xıdır Nəbi bayramınız mübarək olsun. Bütün bu gadal-badal gələn bayramlarımızın hamısı bizim elimiz üçün, obamız üçün, dövlətimiz üçün, xalqımız üçün, evlərimiz üçün, bütün ailəmiz üçün düşərli, uğurlu, gözəl bayramlardan olsun, düşərli olsun inşallah. Xıdır Nəbi bayramında həmişə bizim lap qədimdən Xıdır Nəbi bayramı bizdə çox gözəl keçirilirdi. Bu bizim ən qədim bayramlardan biridir. Xıdır Nəbi darda qalanların hoyuna çatandır. Xızır İlyas, Xıdır Nəbi, bunlar 4 qardaş olublar. Bu elə bil ki, darda qalanların hoyuna çatanlar olubdu, yəni rəvayətlərə görə. Xıdır Nəbidə biz buğdayı arıtlayırdıq, sonra onları qovururduq, ondan sonra kikirələri gətirirdilər, kikirələrdə çəkirdilər, qovud elirdik. Qovudu axşam olanda Xıdır Nəbi gecəsi. Axşam olanda bir dənə qabın içinə qovuddan qoyurduq, üstünə də çütdük, gedib yığırdıq. Bizim evlərin üstündə o tərəfdə, qəbristanlıq tərəfdə çütdük çıxırdı. Çütdüyü gedib yığırdıq, gətirirdik. Üstünə də pambıqla, belə balaca pambıqla çıra eləyirdilər ki, qovudun üstünə hər adam başı bir dənə, evində heyvanına, malına, ruzuna, bərəkətinə hamısından bir qoyurdular yandırmaq üçün adına. Sonra yanına da bir güzgü qoyurduq, yanına da bir tasda su qoyurduq ki, Xıdır Nəbi babam gecə gələcəkdi, ayağını qovudun içinə basacaqdı, o sudan içəcəkdi, özü də güzgülənəcəkdi. Bu çox gözəl bir bayram idi. Səhərsi də həmin qovuddan xəşil çalınırdı. Bu gözəl bayramımız münasibəti ilə bütün hamınızı ürəkdən təbrik eləyirəm. Bu gözəl bu bayramımız hamınıza düşərli olsun, ruzili olsun, bərəkətli olsun. Həmişə elimizdə, obamızda, evinizdə, eşiyinizdə toy olsun, nişan olsun, toylar, ruzi bərəkətiniz bol-bol olsun. Sonra bir-birinin dalınca bu aylarda çox gözəl bir aylara təsadüf eləyibdi. Xıdır Nəbinin dalınca 19-da fevralı İslam dünyasının ən gözəl bayramlarından olan Oruçluq bayramı gəlir. Oruçluq ay gəlir. Oruçluq ayının qutaran kimi də o bir bayramlarımız başlayır. Çərşənbələr gəlir. İlin ayın axır çərşənbəsi gəlir. Novruz bayramı gəlir. Bütün bayramlarınız hamısını təbrik edirəm. Bütün bayramlarımız hamımız üçün düşərli, uğurlu olsun. Allah bütün dualarımızı qəbul eləsin. Allah bütün sakinlərimizə, evlərimizə, bütün xalqımıza, bütün dövlətimizə çoxlu ruzi bərəkət, əmin-amanlıq gətirsin inşallah. Allah sizləri də sağ eləsin. Təbrik edirəm bayramınızı. Gecəniz xeyrə qalsın, Allah canınızı sağ eləsin, hamınızı təbrik edirəm, öpürəm hamınızı. Gözəl mənim balalarım, gözəl mənim kəndimin sakinləri. Sağ olun, var olun. Əziz Arçud elinin dəyərli gözəl insanları, hər birinizi ürəkdən salamlayıram. Dəyərli Arçudlular,
bugün hər birimiz bilirik ki, Xıdır Nəbi bayramıdır. Sizi bu Xıdır Nəbi bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Sizlərə sağlıqlı, huzurlu, mənalı ömür arzulayıram. Bizim bu gözəl Xıdır Nəbi bayramı hər birimizin ailəsinə bol-bol şans, uğur, bərəkət gətirsin. Bu Xıdır Nəbi bayramına bizim Arsud elimizin, obamızın sakinləri çox qəşəng keçirərdi. Həm də inanardıq. Bu Xıdır Nəbi bayramında biz Qut deyilən bir nemətdən bayram edərdik. Bayramımızı yaxşı keçirərdik. Qut buğdadan hazırlanır. Yəqin ki, hamınız bilirsiniz. Bu qoydu kirkirə deyilən bir əl kirkiləsi deyilir. O kirkirələ üdürdülər. Ondan sonra da dərman var idi. Dərman aparırdılar. Dərmanda üdülürdü. Gəlirdi. Hər bir evin sakinləri aparırdı. Üdür gətirdilər. Ki bayramdır. Bayramda qoydun üstünə çıtdıq deyilən bir bitki var idi. O bitki də qəbirstənin içində o bitirdi. Bir də çöllərdə bitirdi. Biz onu gedib yığıb gətirirdik. Nənələrimiz onu pambığa, baş hissələrini bürüyürdü. Hazırlayırdı hər bir insanın adına, Peyğəmbərlərimizin adına. Maşının, evin, eşiyin, nə bilim, həyət bacıya adından bir-bir hazırlayırdılar. Sonra onu nəhrə yağına batırırdılar, qoyurdular qoyduğun üstünə. O qoydun üstünə qoyandan sonra yanına bir stəkan su, bir dənə də təzə güzgü. Deyirlər ki, Xıdır Nəbi baba gəlir ayağın izini salmağa. Bayram günüsü. Biz də inanırıq ki, bunu həll edirdik. O çıranı yandırırdılar, səhər qalxırdılar içinə, yanıb qutarıb o yanan yerini götürürdülər. Külünü qoyurdular bir kənara ki, günahdır. Biz ondan sonra xəşil çalırdıq. O xəşilin də üstünə həm yağ tökürüldü, həm də qurd əzirdik. Qurd deyilən bir nemətimiz var. O qurddan əzilirdi, tökülürdü. Nəhrə yağının ərinirdi, üstə tökülürdü. Düzülürdü süfrəyə. Ağsaqqallar otururdu, ağbircəklər otururdu, nəvə, nəticə balalar düzülürdü süfrənin başına. Oturub yeyirdik, bizim bayramımızda bax belə keçirirdik. Mən elə görmüşəm. Bir də o qoyutdan şərbət edirdilər, şərbətlə düzəldirdilər ki, şərbətlə ki, o da qəşəkdir, xəşil, şərbət xəşili. Mən elə görmüşəm. O bayramımız mübarək olsun. İndiyə kimi də bizim yadımızdadır, keçiririk. Qoyda görəndə alırıq, tapırıq, xəşildə çalırıq, yeyirik də. Allah canlarınıza dəyməsin, ay Arsud cəmaatının, elimin obamın sakinləri. Var olasınız, bayramımız mübarək olsun. Allah sizləri heç vaxt əksik etməsin elimizdən, obamızdan. Var olasınız, Allah amanında olasınız. Sağ olun. Axşamınız xeyir, Arsud elinin gözəl insanları. Sizi bu Xıdır Nəbi günündə bayramınızı təbrik edirəm. Allahdan sizə bu bayramda bol bərəkət, ruzi arzulayıram. Həqiqətən də bizim kənddə bu Xıdır Nəbi çox gözəl, çox şirin keçirdi. Hamı bir-birinlə qonaqlaşırdı, bir-birinə gedib gəlirdi, bayramlıq edirdi. Bu adət-ənənəmiz keçmişdən qalıb və o bizim evlatlarımız tərəfindən, bizim gələcək nəslimiz tərəfindən davam olunmasını istərdim. Əhməd müəllimin qızı Təranə xanım, Allah ona rəhmət eləsin. Onun arzusuydu bu Xıdır Nəbini ellə, obanla keçirməyə. Alınmadı. Və sizdən də xahiş edirəm ki, gələcəkdə Xıdır Nəbi bayramını onun adı ilə, onun istəyi ilə çox gözəl
keçirməyə, çox gözəl davam etdirməyə sizdən xahiş edirəm. Çox şad olaram ki, onun arzusunu gələcəkdə yerinə yetirək. Bir daha bayramınızı təbrik edirəm. Sizə ruzi, bərəkət və bolluq arzulayıram. Ana. Ana. Adam hərdən bir şey gizlədir, sonra yadından çıxır. Elə deyil? Ya Rəbbim, böyüklüyünə bağışla. Sən bəndələrini acılıqla, çörəklə imtahana çəkmə. O gün Murad samanlıqda düz 3 dənə yumurta tapdı. Ana, bəlkə elə sən özün çoxdan nəyisə gizlətmisən, sonra yadından çıxıb. Gəl tapaq, qaqaş yesin. Sonra biz başqa yerdən başqa şey tapıb yeyərik. Ey gözə görünməz, sən özün məni bu əzabdan xilas elə. Öləydim, bugünü görməyəydim. Ana, sən ağlayırsan? Yox, sobanın alovundan üzüm göynədi. Çıxıb bəlkə bir şey, özümü anladıram. Yox, hər anın bir hökmü var. Siz sobanın yanında oturun, mən bu saat qayıdıram, yaxşı? Demədim sizə sobanın yanında oturun? Qaqaş, mən qorxuram. Qorxma, ana yemək gətirməyə gedir. Ay Allah, məni balalarımın yanında üzdü qara eləmə. Yalvarıram sənə. Bəlkə yerdən heç qalxmayım. Səhərə qədər soyuqdan ölüb canımı bu üzüntülərdən qutara bilərəm. Yox, qapını eşikdən bağlamışam. Oğullarım anasız, yox.
Oturun yerinizdə. Bunları aparım. Qoy uşaqlar heç olmasa bu gecəni ümidlə yatsınlar. Sabaha da Allah kərimdir. Qurban olum sizə. Durun yatağa uzanın. Ya Rəbbim, mən ocağa daş atdım. Sən balalarımın ümidini daşa döndərmə. Ana, nə gətirmirsən? Ətdir, qurbanın olum. Ət? Hə, səhərə qədər pişər. Ana, pişənə qədər bəlkə gözləyək. Yox, yatın. Gözləyəndə adam lap çox acıyır. Ana, tez pişməz. Yox, qoca öküz ətidir. Səhərə ancaq qaynayar. Ana, öküz niyə qocalır? Bəsdir, yatın. Qaqaş, öküz necə qocalır? Başı ağrır, dişi tökülür, ayağı ağrıyır, ağzıyır. Mahmud baba kimi. Hə, sonra ölür. Yox, kəzirlər, yeyirlər. Qaqaş, gələlə başqa ət də vardı. Yatın demədim. Gözlərinizi yumun. Adam gözlərini pərt-pərt yumanda açma. Mən elə bildim anam odun gətirib. Sən demə ət imiş. Qaqaş, ata gələndə kəndimiz olacaq, çörəyimiz olacaq, ətimiz olacaq. Adam inşallah deyər. İnşallah. Ay ev yiyəsi. Ay ev yiyəsi. Kimsən? Qonağım qızım. Allah qonağı. Yol adamıyam. Gəl ay dayı. Allaha da qurban olum, onun qonağına da. Keçin içəri, mən atı bağlayaram. Lazım deyil qızım. Heç yana gedən deyil. Yaman soyuqdur qızım, yaman. Əyləşin sobanın yanında dayı. Zəhmət çəkmə ay qızım. Nə zəhmət ay dayı, əyləşin. Çox sağ ol, Allah köməyin olsun. Qızım, deyəsən hazır xörəyiniz var. Neçə gündür yol gəlirəm. Dilimə bir tikə çörək dəymiş.
tikə çörək. Kızım, süfrəni aç. Qazanı da aç. Aç. Yemək çək kızım. Bir tikə çörək yeyək. Ana, yemək pişir. Ana, nə yaxşı iyi gəlir. Ana, bu baba kimdir? Yoxdan varı yaradan ulu Tanrı, böyüklüyünə şükürlər olsun. Yoxdan yetirdim balalarımın rozusunu, qurtardın məni bu əzabdan. Qızım, mənim mənzilim uzaqdır. Mən getməliyəm. Dayı, bəs Qulaq as, qızım. Bax, bu boğçada biraz ip, biraz da yun var. Bundan uşaqlar üçün corab toxuyarsan. Ehtiyacı olanlara da verərsən. Bu süfrənin bərəkəti heç vaxt azalmayacaq. Pis gün ömrü az olar. Darıxma qızım, hər şey yaxşı olacaq. Qoy bu çörək həmişə bu süfrədə olsun. Sabah aclıqdan əziyyət çəkənlərə verərsən. Yolum uzaqdır. Mən getməliyəm. Allah amanında qızım. dayı, qurban olum heç olmasa Dayı. Dayı. Hara getdiniz? Ana, nə olub sənə? Heç nə qurbanın olum. Gör Allah Fəhmimi necə aldı ki, adını da soruşmadı. Kimin? Bizə ruzu gətirən Allah adamını. Gedək.
Orucun nədir? Bərəkət, çörək, mənim balam. Ana, bəs sən niyə yemirsən? Bilmirəm, qurbanın olum. Heç özüm də bilmirəm. Elə bil heç acımamışam. Allahım, şükürlər olsun sənə Allahım. Allahım, şükürlər olsun sənə Allahım.